Mən travmatoloq ortoped Məmmədova Aysiman sizləri VIP Milan Hospitaldan salamlayıram. Əl cərrahiyyəsi travmatologiyanın bir sahəsi olub. Burada əlin travmaları, əlin anadan gəlmə inkişaf qüsurları və travmadan sonraki fəsadlar öyrənilir. Əlin travmaları dedikdə, əlin istehsalatda və məişətdə baş verən travmalar nəzərdə tutulur. Anadan gəlmə anomaliyalar və inkişaf qüsurları isə daha çox anadan gəlmə sindaktiliyalar, polidaktiliyalar, polifalangiyalar, anadan gəlmə barmaqların və deformasiyaları nəzərdə tutulur. Travmadan sonraki fəsadlar isə daha çox yanıqdan sonraki kontrakturalar, bükücü və açıcı kontrakturalar, travmadan sonraki, sınıqdan sonraki deformasiyalar nəzərdə tutulur. Biz bunların, bu xəstəliklərin müayinəsi və müalicəsi ilə məşğul oluruq. Əgər sizlərdə də travmalar, əlin anomaliyaları, inkişaf qüsurları, travmadan sonraki fəsadlar, yanıq kontrakturaları və deformasiyaları vardırsa, buyurub VIP Milan Hospitala müraciət edə bilərsiniz.